Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Azərbaycanımızı, tüm qürbətdə yaşayan qardaşları salamlayıram. 1 may 2026-cı il, Bərdə mal bazarı. Sən də çəkin mi? Niyə? Al bizimdir qardaş. Xeyirli bazar olsun. Neçə ilə deyirsən bunları? Bunları satmışam 23'üne. 23 yarımdan deyirik. Aşağı yeri var. 22 yarımdan satmışam. Yarısı da bu. Neçə dənə maldır ki? 15. Beyladan Füzuli. Beyləqan Füzuli malı. Orijinal. Təmiz. Ümumiyyətlə bazarda alıcılıq nətərdir? Bu Pis deyil. başdakı bazar sənindir. Boz. Sağ olan bu adamlar. Bozlarda sənindir. Hə, bozlar. Bu başdan deyil, o başa. 15 baş maldır ha. Qiymətləri belə elə bir bax 2 dənə neçəli qiyməti. O 2 dənəni 25-nə verərik. Belə də çəkisi, Nətər? çəkisi də gələr 165-nə zaten. 160. 160'la yani Allah dizi 180. Bunlar ən azından bir onları saxlamalısan da. 7-8 ay bəs. Yani biraz 20 aldı, 1800 kimi aldığını olmaya saxlayırsınız. Bir il saxlayırsınız. 8 ay bəs eləyir buna. Nəsə eləyir. O adam var 2 il saxlayır, gətirib 5.000-ə satır. Saxlasan elə bil belə kum milmiş. Neçə ilə? Bu da 35-lə. Ha, bu sənin çəkin. Dəqiq bax. Qaçdı. 35-dən zaten gedir də 5 aldı. Xeyirli uğurlu olsun. Sağ ol. 22 yarım var. Dedim küt eleme de değme. Əlbət ki. Ümumiyyətlə mal gətirəndə baxıram da, yəni hamının malına. Sən elə sort mallara üstünlük daha üstünlük verirsən. Neçə dənə malın var? 30 denedim. Hansılardır? Bax sənin malların. O boz neçədir? Bax o iki dənə neçədir böyle. Bunları 25 ile diyorum. 2500 ilə. Və bunlar neçə iləndir? Bunları da 22 ile, 21 yarım var. 22 ilə, 21 yarım. Ümumiyyətlə alıcılıq nətərdir? Alıcılık sen.